Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Nahmeduhu ve nesta'inuh ve nestağfiruh ve netevekkalu aleyh ve nusalli ve nusallim ala habibihi ve necibih ve hayratihi fi halqih hafız-ı sirrih mubelligh risalatih beşir ni'metih nezir nikmetih seyyidina ve nebiyyina Ebil Qasimil Mustafa Muhammed ve ala alihi teyyibinel etharinel muntecebin el-hudatil mehdiyin seyyema beqiyetillah fil eradin ve sallallahu ala eimmetil mu'minin ve hudatil mustazafin ve humatil mu'minin. Usikum ve nefsi bitaqvallah ya ibadallah. Esselamu aleykum cemiyen ve rahmetullah ve berekatuhu. Özümü və siz əziz dəyərli müminləri, inanclı qardaşlarımı və bacılarımı ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Bu cüməmiz xeyirli, uğurlu və inşallah bərəkətli olsun. Allaha ant verirəm izzət və cəlalına. Allah təbarək və təala dualarımızı qəbul eləsin. Dünyadan keçənlərimizin ruhu şad, Muhammed və Ali Muhammedə salavat yad edin inşallah. Və əccil fərəcəhum. Biz hal-hazırda ərəb aylarından olan Zilqədə ayındayıq. Zilqədə ayının biri İmam Rıza Aleyhisselamın bacısı xanım Fatimi Məsumənin mübarək mövlud günü idi ki, keçən günlərdə keçdi. Və Zilqədənin 11-i İmam Rıza Aleyhisselamın mübarək mövlud günüdür. Bizim aydan mayın 9-una təsadüf eləyəcək bu il inşallah. Hal-hazırda biz bu 10 günlüyün içərisindəyik. Xanım Məsumənin mövludundan ta İmam Rıza Aleyhisselam mövluduna qədər 10 gün fasilə var. Bu 10 günə deyirlər kəramət 10 günlüyü. Bacı qardaş mövludu arasında 10 günlükdür. Bu 10 günlüyü bir bayram tutarlar və Əhl-i Beytin şənindən danışarlar, Əhl-i Beytin məqamından danışarlar və məclis tutarlar. Allaha ant verirəm izzət və cəlalına. Allah təbarək və təala inşallah bizləri Əhl-i Beytin həm sevənlərindən, həm də onların düzgün yolunu gedənlərdən inşallah qərar versin. Allah insanı istəyir bəndə görə, Allah insanı istəyir əbd görə, Allah istəyir ki, insan xeyr-əməl sahibi olsun, insan xeyir olsun. Amma biz insanlara nəzər salsaq, neçə faiz insanlar xeyr-əməl sahibidir, neçə faiz insanlar Allah istəyən şəkildə yaşayır, az faiz insanlardır. Kəramət də bir sifətdir ki, bir Əhl-i Beytdə o sifət çox yüksək mərtəbədə olur. Peyğəmbər başda olmaqla, bütün Əhl-i Beytdə bu kərim sifəti nədir? Uca məqamda olur. Biz kəramət deyəndə nə başa düşürük? Kəramət yəni yüksək səxavət. Yəni aşıb daşan bir səxavətdir. Bunun əksi nə olur? Kərimin əksi nə olur? Ləim deyirlər ərəblər. Kərim əksi olur ləim. Möhkəm simic. Kəramətin əksi olur. Daş, qaya. Bundan bir şey çıxmaz. Buna deyirlər ləim. İnsanların ya himməti ucadır, ya himməti aşağıdır. Ya insanlar kərimdir, ya insanlar ləimdir. Ya insanlar uca məqama sahibdir, ya insanlar ən alçaq məqama sahibdir. Yəni insanların sifətləri ucalıq və əskiklikdə iki sinifə bölünür insanlar. Ya ucadır, ya aşağıdır.
Bəzi insanların adı Kərimdir. Məsələn, deyirlər, məsələn, uşaq da doğuldu, bunun adını nə qoyaq? Kərim. Bunun həyatında kəramətdən əsər əlamət yoxdur. Sadəcə adı Kərimdir. Bəzi insanlar var, məsələn, bu cürdür. Bir adı daşıyır ki, o adın mənası onda nədir? Yoxdur. Deyir, insan həm adı daşısa, nə yaxşı olar ki, onun mənasında özündə nə qayra daşıya. Kəramət sahibləri kimlərdir? Kəramət əhlinin bir neçə dənə sifəti var. Mən inşallah çalışacağam onlardan bir neçəsini bu neçə dəqiqə içərisində burada danışam. Əgər söhbətimiz yarımçıq qalsa, inşallah gələn cümədə Allah ömür versə orada bəhsimizi davam eləyəcəm. Salavat edilin Muhammed və Muhammedə. Kəramət əhlinin əlamətləri nədir? Kərim insanın sifətləri nədir? Kərim insan kimə deyilir? Deyir, kəramət sahibi o kəsdir ki, insanlara xidmət eləyər, amma bu xidməti özünə bir vəzifə bilər və bu xidməti sevə-sevə eləyər. Deyir, bu kərim insanın sifətidir. Görürsən, bəzi insanlar var, yaxşı iş görürlər, xeyir iş görürlər, amma görməsələr ondan yaxşıdır. 1000 dənə minnəti var sizində. 1000 dənə dedikodusu var. 1000 dənə umacağı var. Məsələn, mən bu işləri gördüm, bəs mən heç adam olmadı. Mən bu, məsələn, getdim, məscidə bu şeyləri hədiyyə elədim. Heç bir dəfə də nədir? Adımı çəkmədilər. Getdim, məsələn, cəmiyyətdə bu xeyir işi qurdum. Niyə, məsələn, mənim adım hallanmadı? Xeyir iş, xeyrxahlıq gözəl sifətdir. Hər bir insan tövsiyə olunur ki, cəmiyyətdə xeyrxah adam ol, xeyir-sevər adam ol. Amma kərim o şəxsə deyilir ki, deyir, o insanların əlindən tutar, onlara xidmət eləyər və bu xidməti də özünə vəzifə bilər. Deyir, bu mənim vəzifəmdir. Əgər bir adam bir şeyi özünə vəzifə bilsə, onun qarşılığında bir şey gözləməz ki. Özünə vəzifə bilsə, öz vəzifəsini yerinə yetirmiş olar da. Məsələn, namaz qılmaq mənim şərii vəzifəmdir. Oruç tutmaq mənim şərii vəzifəmdir. O vəzifəmi insanların gözünə salmağımın mənası yoxdur. Ay cəmaat, mən də namaz qılıram. Ay cəmaat, mən də oruç tuturam. Ay cəmaat, mən də xeyir iş görürüm. Nə mənası var? Deyir, kərim adam, o adamdır ki, o vəzifəsini yerinə yetirər. Vəzifəsini həm sevə-sevə yerinə yetirər, həm də heç kəsə bir minnəti olmaz. İmam Rıza Əleyhisselamın həyatına bir dənə nəzər salsaq, İmam Rıza Əleyhisselamın həyatı kəramətlərlə doludur. İndi biz kəramət günlərindəyik də, 10 günlük kəramət günlərindəyik. İmam Rıza Əleyhisselamın həyatında bir maraqlı dastan var. Bu dastanı bir nəfər nəql edir, Yəsə ibn Həmzə. Bu deyir, bir dəfə oturmuşdum İmam Rıza Əleyhisselamın xidmətində və məclisdə çox cəmiyyəti var idi. İmam söhbət eləyirdi. Bir nəfər musafir gəldi. Xorasandan gəlmişdi. Yetişdi, imama salam verdi, dedi ki, Yəbnə Rasulillah, mən həccə gəlmişdim, fəqir də deyiləm, imkanım da normaldır. Həccə gəlmişdim, gəldim, burada mənim pulum tamam oldu. Deyir, ağa, sizdən 200 dirhəm istəyirəm, amma borc istəyirəm. Mən nə fəqir deyiləm, nə də bu cür ehtiyacım yoxdur, sadəcə yolda qalmışam. İmam deyir, qalxdı, keçdi öz otağına və otağından bir neçə dəqiqə sonra otağından səslədi ki, Xorasanlı müsafirimiz deyin gəlsin, burada otağa doğru gəlsin.
Bu şəxs ki bunu nəql eləyir, deyir, mən onu səslədim, dedim, ağa səni çağırır. Və bu yerindən qalxdı, getdi. Biz də baxırdıq, gördük ki, ağa otaqdan çıxmadı. Bu cür qapıyı araladı, əlində pulu bir kisədə bu Xorasanlı musafirə təqdim elədi. Və dedi ki, bu pulu götür, istəmirik bizə bunu geri qaytarasan. Nə də bizim əvəzimizdən bu pulu orada sədəqə atma. Bu pulu sənə hədiyyə eləyirəm. Götür, yolun açıq olsun, bizdə dua elə. Deyir, bu da çox təqdir, təşəkkür elədi. İmam Rıza əleyhissalamdan o pulu götürdü, getdi. Sonra İmam Rıza əleyhissalam otaqdan çıxdı və gəldi bizim içərimizdə əyləşəndə. Sual elədim, dedim, ya Rəsulullah, siz niyə bu cür iş gördünüz? Nə üçün ona pulu təqdim eləyəndə, yəni otaqdan çıxmadınız? Pulu bu cür otaqdan əlinizi uzadaraq ona təqdim elədiniz. Deyir, imam dedi ki, düzü mən istəmədim o xəcalət çəksin. Çünki o abırlı bir adamdır. Sadəcə miskindir, yolda qalıb. Dedim, ola bilər birdən mən ona pulu təqdim eləyəndə o özündə bir sınıqlıq hiss eləyər. Gör, imam nəyə diqqət eləyir? Deyir, mən onun gözü gözümə düşüb xəcalət çəkməmək üçün mən nədir? Otaqdan işə çıxmadan ona pulu təqdim elədim. Bu imamın kəramətinin nişanəsidir. İmamın kəramətinin nişanəsidir. İmam bu cür kərimdir. Deyir, bir nəfər bir dəfə getmişdi. Əlbəttə bu bir lətifədir. Getmişdi, hacət alsın İmam Rıza əleyhissalam hərəminə. Orada Dərbi Fulat deyirlər. Bir dənə qapıdır, girişlərdə də Babul Cavad var, Dərbi Fulat var. İmam Rıza əleyhissalam hərəminin qapıları fərqlidir. Dərbi Fulatda ki, oradan hərəm daha gözəl görünür, kümbəzi daha gözəl. O hissə Dərbi Fulatdır. Eşdən də bir dənə zireh kimi bir şey vurublar. İnsanlar çəri gedə bilməyənlər eşdən də bir ziyarət oxuyurlar. Biri gəlmişdi, bu hacəti var idi, problemi var idi. Gəldi İmam Rıza əleyhissalam hərəmində, dedi, ağa, gedən deyiləm. Mənim hacətim qəbul olmasa, mən gedən deyiləm. Əlində bir dənə zincir gətdi, bir dənə qıfıl gətdi. Gəldi Dərbi Fulatda, o zireh var idi, birini öz boğazına doladı, qıfılladı, birini də zirehə doladı, qıfılladı. Haçarı da bu cür belə atdı cəmiyyətin içində, millət də yox oldu Haçar. Dedi, gedən deyiləm. 2 gün keçdi, bu hər gün ağlayır, ağa, gedəsi deyiləm də, Haçar da yoxdur. Hacətim səndə. Deyirlər, 2-3 gündən sonra birdən çox cəmiyyət var idi. Birdən hayküstü dedilər ki, hərəmə bomba qovular, hərəm patlayacaq. Boğazım onun bağlıdır, hey vurur boğazını, sökənmir oradan. Dedi, ay Allah, məni İmam Rızanın əlindən qutar. Məni buradan qutar, mən buradan xilas olum. Bəzən insanların düşüncəsi nədir? Səhvdir. Həqiqətən İmam Kərim qapısıdır. Biz bu Kərim qapılarından layiqli istifadə eləməliyik. İmam Rıza əleyhissalamın bütün həyatı kəramət doludur. Deyir, kərimət əhlinin sifətlərindən biri budur ki, özünə yaxşılığı vəzifə hesab eləyər. Heç kəsə də bir minnət qoymaz. Bu birinci sifət. Deyir, ikinci sifəti budur ki, kəramət əhli o şəxsdir ki, onlar nemətə daimən şükür eləyərlər. Hətta nemət az olsa belə. Az nemətə belə nədir? Şükür eləyərlər. Heç vaxt küfr əhli olmazlar. Heç vaxt nemətin qarşısında küfr eləməzlər. Çox maraqlı budur ki, bəzən insan şükür eləyir çoxluqda, azlıqda şükür eləmək çətin məsələdir. Pulun paran çoxdur, işin gözəldir, rüzgarın qəşəng keçir, hər gün 1000 dəfə şükrən lillah. Bu öz yerində lazımdır. Amma deyir ki, kəramət əhli o şəxsdir ki, şükrü o zaman olar ki, onun problemi olar. Azlıqda şükür eləyə. Çoxluqda şükür hər kəs eləyə bilər.
Məsələn, sağlamlıqda hər kəs şükür eləyir. İndi məsələn, əlim baldadır, heç bir problemim yoxdur. Qəşəng namazımı qılıram, şükürüm də yerində. Birdən-birə ki, ayağım suyuşsa, onda nətəri, onda necə? Birdən-birə xəstələnib yatağa düşsəm, aylardan onda necə? Birdən-birə iflasa uğrasam, biznesim darmadağın olsa, onda necə? Onda nə cür şükür edir? Deyir, kəramət əhli o şəxsdir ki, onlar fərq eləməz. İstər yaxşı gün olsun, istər yaman gün olsun. Yaxşı gündə də, yaman gündə də şükrü azalmaz. Bu çox lazımlı və incə nöqtədir. Bizim cəmiyyətimizdə bu problemlərdən biz üzləşirik. O dəfə də demişdim. Allah Taala bu dünyada mütəmadi olaraq insanları imtihan eləyir. Hər kəsin imtihanı da özünə aiddir. Heç vaxt müqayisə eləyə bilmərik ki, məsələn, niyə mənimki bu cürdür, onunki belə deyil? Bəlkə ona da başqa bir imtihan edir, ona başqa bir dərd verir, ona başqa bir formada sıxışdırır ki, onu istəyir ucaltsın. Hər kəsinki bir cürdür. Hər kəsin də imtihanı öz boynunun ölçüsündədir. Öz boynunun ölçüsündən yuxarı onun imtihanı yoxdur. Öz boynunun ölçüsündən yuxarı Allah onu imtihan eləsə, Əl-Əzbillah, zülm eləmiş olar ona. Məsələn, misal vurum sizə. Məsələn, mən 5-ci sinif şagirdiyəm. Gətirib qarşıma 10-cu sinifin imtihan sualını qoyublar ki, buna sən cavab ver. O verə bilməz ki onu. Sonra da götürə ona 2 nömrə yazar. O həmin şagirdin haqqında zülümdür. Çünki onun səviyyəsi 5-ci sinifdir, 4-cü sinifdir. Hara 10-cu sinifin suallarını sən gətirib onun qarşısına qoyursun. İndi siz təsəvvür eləyin, mənim boynumun ölçüsündən yuxarı Allah məndən imtihan eləyə. İmkanı yoxdur. Mümkün də o belə bir şey. Çünki imtihanlar hər kəsin öz boynun ölçüsünə uyğundur. Əgər uyğun olmasa Allah bu şeyi görməz. Allah Taala adildir, kərimdir, fazildir, səxavətlidir. Heç vaxt insanların haqqında nədir? Zülm eləməz. Bunu bir dəfəlik insan gərək nədir? Öz aləmində, yəni Allah şünaslıqda bunu düşünmək lazımdır ki, ilahi sən nə cür Allahsan? Sən həqiqətən istəyirsən mənim haqqımda xeyr iş verəsən, bəli, sən xeyrül məhsən. Amma bunlar nədir? Bilirsən, bir dənə əqidədə, əqaid kitablarında xeyr və şər bəhsi var. Bu biraz qarışıq bəhsdir. Biz müəyyənləşdirə bilmirik. Xeyirdir, şərdir. Bəzi şeyləri biz öz ağlımızdan şər kimi görürük. Amma onun altında bir çox xeyirlər var. Biz bəzən şər gördüyümüzdə Allahdan nədir? Küsəyən oluruq. Və yaxud şər kimi gördüyümüzdə Allahı düz tanımadığımıza görə sual yaranır ki, məsələn, Allah Taala nə üçün belə eləyir? Niyə, məsələn, bu şəxs naqisul əzadır? Niyə bunun, məsələn, üzvündə problem var? Niyə, məsələn, bu qara dəridir, bu ağ dəridir? Niyə, məsələn, bu çirkin yaranıb, bu göyçək yaranıb? Xilqətdir də bu. Niyə, məsələn, filan kəsin dilində qüsur var, anadan gəlmə, filan kəsin dilində qüsur yoxdur? Bu ayrı seçkiliyin içərisində nə hikmət var görəsən? Biz zahirinə baxsaq, müqayisəcə birini yaxşı görürük, birini pis görürük. Birini gözəl görürük, birini çirkin görürük. Və bundan qəzavət eləyirik. O qəzavət də Allahda nədir? Bir dənə mənfi bir şey yaradır ki, Allah Taala Əl-Əzbillah düz iş görmədimi? Yox, Allah Taala xeyrül məhsdir. Xaliq Allahdır, məxluq insandır. Və digərləri də Allahın yaratdığı varlıqlardır. Amma hikmət məsələsi var. O hikməti düşünmək biraz vaxt aparır və biraz da mütaliə və təfəkkür lazımdır. Bu, hər bir ziyanın arxasındakı xeyir. Allah Taala heç vaxt zahirə yox da zahirin içindəki o batindəki xeyirləri nədir? İnsana istəyir görsədə ki, sənin xeyrin bax bu batindədir. Biz bəzi vaxt batini istəmirik görək. İstəmirəm batini zad görmək. Mən bax, zahirdə nə var onu istəyirəm. Zahirdə o sənə verilsə, o batindəki o xeyirdən sən nədir? Geridə qalarsan. Bu, Allah Taala'nın nədir? Bu dünyada, bu dünyanın idarəçiliyində Allahın
hikmətli tədbiridir ki, biz gərək bu hikmətli tədbirin qarşısında baş əyməliyik. Rizən bi qəzaik, təslimən li əmrik. Çox rahatdır, vallah bu sözü mən deyirəm, çox rahat deyirəm. Amma əməldə çətindir ha. Mən İmam Hüseyin əleyhissalamın Kərbəlada yaşadığını görməmişəm ki, o müsibətlərin yüzdə neçəsi mənim başıma gəlib. İmam Hüseyin əleyhissalam Aşura günü nələrdən keçdi? Həzrəti Əyyub Peyğəmbər hansı imtihanları verdi? Həzrəti İbrahim Xəlil hansı imtihanları verdi? Həzrəti Yusif zindanda neçə illər məhbus oldu? Hansı imtihanları verdi? Amma hamısında nə dedi? Rizən bir rizaq. Sənin razılığına razı. Sənin razılığınla razıyam. Sənin qədərinə razıyam. Qədərdən razılaşmaq hər bir insan üçün nədir? Çətin məsələdir. Xeyr qədərdən razılaşıram, amma qəmli qədərdən razılaşa bilmirəm. Yəni, məni sıxan qədərdən razılaşa bilmirəm. Çünki səbrim o qədər deyil, imanım o qədər deyil, Allaha mərifətim o qədər deyil. Ona görə də deyir, namazın kənarında gərək Allah şünaslığımız güclü olsun. İmanımız güclü olsun, təqvamız güclü olsun. Hər bir şər gördüyümüzün arxasındakı xeyrin dalından düşək və onu bilməyə çalışaq ki, bunun arxasındakı 100%lıq xeyir var. O xeyir nədir görən? O xeyri dərk eləməkdə mənə görən göz nəsib elə, ya Rəbbəl aləmin. Allaha and verirəm izzət və cəlalına. Allah təbarək və təala imanımızı kamil eləsin və bu kəramət 10 günlüyündə Əhl-i-Beytə layiqli təvəssül eləyən aşiqlərdən Allah bizi qərar versin. Allaha and verirəm izzət və cəlalına. Allah təbarək və təala imanımızı möhkəm və aqibətimizi xeyirli eləsin. Əlbəttə, kəramət əhlinin bir neçədən də sifəti var. Mən bunları saxlayıram. İnşallah gələn bəhs davam edib bu məsələyi, bu bəhsi tamam eləyəcəm Allahın iznindən. Demək, kəramət əhlinin 2 dənə sifətini oxuduq. Birinci sifəti budur ki, kəramət əhli xidmət görsədər və bu xidməti özünə vəzifə bilər. Bu kərim adamın sifətidir. İkincisi budur ki, kəramət əhli şükr eləyər, daimən Allaha şükr eləyənlərdən olar, hətta ziyanda olsa belə, hətta azlıqda olsa belə, Allaha nədir? Şükrü qət olmaz. Bir ikisi, üçü də qalır, bunu inşallah gələn bəhsimizdə davam edərik. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuhu. Bismillahirrahmanirrahim. Qul huvallahu əhəd, Allahus samad, ləm yəlid və ləm yulad və ləm yəkun ləhu kufuvan əhəd.